Salam dostlar, bugün 6-cı sinif təbiət KSQ 4-ün izahını verəcəm. Və gəlin testimizə başlayaq. Elektrik yükünün neçə növü var? Elektrik yükünün 2 növü vardır. A variantı mənfi yüklü və müsbət yüklü. İkinci sual, dövrə elementlərini enerji mənbəyi ilə birləşdirir. Dövrə elementlərini naqil birləşdirir. B variantı. Səsin gurluğu nə ilə ifadə olunur? Səsin gurluğu desibellə ifadə olunur. B variantı. Səsi eşitməyimiz hansı orqan rəqs hərəkət nəticəsində mümkün olur? Səsi eşitmək üçün qulaq pərdəsinin rəqsi hərəkət etməsi lazımdır. A variantı. 5-ci sual. Elektrik cəryanını keçirən materiallara deyilir. Elektrik cəryanını keçirən materiallara keçiricilər və yaxud da naqillər deyilir. B variantı. 6. Səs mənbəyinin 1 saniyədəki rəqsi hərəkətlərinin sayıdır. C variantı olur. Tezlik. 7. Aşağıdakı cədvəldə doğru olan bəndi seçin. Baxırıq cədvələ. Keçirici deyir plastikdir, dielektrik isə taxtadır. Burada keçiricini düzgün verməyib. Plastik heç vaxt keçirici ola bilməz. Polad isə keçiricidir. Mis isə dielektrik deyil. Ona görə B variantı da düzgün deyil. C variantı şüşə keçirici deyil. Mis də dielektrik deyil. D variantında isə keçirici mis verilmişdir. Dielektrik isə plastik verilmişdir. Ona görə də D variantı düzgündür. 8-ci sual. Əks səda adlanır. Əks səda səsin səthlərdən əks olunmasıdır. D variantı. Aşağıdakı fikirlərdən hansıları doğrudur? 20 Hz, 20 min Hz tezlik aralığı insanın eşitmə aralığı adlanır. Bu doğru fikirdir. Marsın atmosferinin sıxlığı yerin atmosferinin sıxlığından çoxdur. Bu isə yanlışdır. Tezliyi 20 min Hz-dən çox olan səslər ultrasəs adlanır. Bu doğrudur. Əks səda vasitəsilə məsafələrin təyin olunmasına udulma deyilir. Bu isə yanlışdır. 20 Hz-dən az olan səslər infrasəs adlanır. Bu doğrudur. Və burada da uyğun cavab D variantı 1, 3, 5 olur. 10-cu sual. Uyğunluğu müəyyən edin. İstilikdən genişlənmə burada B variantı uyğundur. İstiliyin təsiri ilə cisimlərin genişlənməsi adlanır. İstilik keçirmə isə A variantı. İstiliyin isti cisimdən onunla təmasda olan soyuq cismə və ya cismin bir hissəsindən digər hissəsinə ötürülməsinə deyilir. İstilik tarazlığı burada bunlar uyğun deyil. D variantı uyğundur. Təmasda olan cisimlərin temperaturlarının bərabərləşməsi adlanır. Konveksiya isə C variantı uyğundur. İstiliyin maye və qaz axınları ilə cəryanları ilə ötürülməsi adlanır. Burada da variantlara baxırıq. Düzgün cavab burada A variantıdır. 1B, 2A, 3D, 4 isə C. Bugünkü videomuzdan bu qədər dostlar. Hələlik.